Sabahınız xeyirli olsun, değerli Telegram Signal kanalı üzvləri. Biz artıq Signal kanalında bütün siqnalları paylaşdıq. Demək, bütün valyutalar haqqında. Eyni zamanda qızılda qısa müddətli sel əməliyyatları 5175-dən 5165-ə qədər 5160-a qədər qısa müddətli satış əməliyyatları haqqında məlumat verdik. Bizim bu əməliyyatlarımız hələ durur. Yəni uzun müddətli üçün biz proqnoz vermişik ki, qalxsın. Yəni təbii ki, bu istiqamətə gəlsə sığortalayırıq hamısını. Yəni sadəcə olaraq biz yəni qısa müddətli əməliyyatlar üçün biz satış əməliyyatlarını təyin etmişik və təlim keçmək şərtdir deyəndə bəziləri üçün biraz müəmmalı qalır. Baxın, təlim keçənlər artıq 75-də satış əməliyyatlarını verdilər və artıq gəlirlərlə bağladılar. Yəni biz ən minimum 10 dollar biz təyin etmişdik. Onlar yəni 8 dollarla, 9 dollarla bağladılar. Nə üçün? Çünki güclü dəstək xəttinin üstündə olduğu üçün. İndi nə edəcək? Biz alış əməliyyatlarını artıq dərc etmişik. Hansı nöqtələrdə alış əməliyyatlarını verərik? Deməli, 5193-dərdəndir, səhv etmirəmsə, 93-lərdən, bəli, 93-lərdəndir alış əməliyyatlarımız. Keçək biz səhər saatlarında birinci əməliyyatımız uğurla nəticələndi. Kimi 8 dollar, 8 dollar yarımdan, kimi 6 dollarla enişlə bağladı. Yəni, o demək deyil, buradan qədər enə bilər. Ki, gəlir nəticə. İndi bəzi uşaq, yəni 60-ı göz qoyublar, 65-ə deyik. Əslində, nağdı olsun, son olsun prinsipi ilə, yəni təlim budur. Yəni gördüyünüz kimi, güclü dəstək xəttinin üstündədir. Yəni yaxşı olardı ki, biz bağlayaq, sonradan satış əməliyyatları haqqında bir şey fikirləşərik yenə də, əgər təsdiq gələrsə. Nəysə, biz qızıl haqqında danışdıq, yəni ümumi istiqaməti hələ ki yuxarıdır. Keçək biz digər cütlüklərə, evro-dollar rəqabətində, yəni burada biz nələrə diqqət eləməliyik? Yəni trend, kiçik trenddən çıxıb aşağı doğru istiqamətlə davam etdirir. Yəni hədəflər pilləvari hərəkətlə 1.15-600-lərə qədər gəlməsi hələ gözlənilir. Fundda da, yəni fundda aşağı gəlməsi gözlənilir. Yəni bu əməliyyatları sadəcə olaraq günün ikinci yarısından sonra biz baxın bu Magic platformanı biz ayın 10-u Magic platforma haqqında biz məlumat vermişik, elan vermişik və Magic platformanı biz inşallah Allah qoysa ayın 10-u saat 19:00-da keçərik. Buradan keçib aşağı doğru istiqamətlə davam etdirir. Yəni alışlar 1.400-lərdən sonra gəlir alışlar. Bitcoin-ə gəldikdə isə dünən alış əməliyyatları ilə yaddaşları qaldı. Çox qəşəng alış əməliyyatları verdi. Biz bunu qeyd etmişdik Telegram Signal kanalında. Sizin üçün də biz rolikdə var, göstərdik. İndi hal-hazırdakı yəni vəziyyətdə biz hansı nöqtələrdə alış-satış verə bilərik? 73, əslində 73 400-lərdən, 500-lərdən alış əməliyyatları vermək olar. Sellər isə 71 800-lərdən gələcək. Keçək silverə, gümüşə. Gümüşdə bir çoxlarını sevindirdi qızıl kimi, sonra sürətlə aşağı doğru istiqamətə davam edir. Yəni müharibələrlə bağlı bildiyiniz kimi müharibələrdə bir çoxlarına cash lazımdır, nəqd lazımdır. Yəni təmən qızılı, gümüşü satdılar. Yəni cash-ə çevirdilər. Ona görə biraz endi aşağı, amma bu enmə çox uzun çəkməyəcək. Yenidən yüksəlişlər gələcək. Alışlar 85, əslində 80 biz siqnal kanalında biraz daha erkən alış əməliyyatlarını dərc etmişik. Biz hardasa 85-300-lərdən dərc etmişik alışları. Bu uzun müddətli üçün isə 86-lardandır alışlar. Yəni satışlar isə uzun müddətli üçün biz fikirləşsək, yəni 82-dən sonradır. Amma
84'lərdən də sonra yəni qısa müddətli sellər gələr. Bu qısa müddətlidir. Sonra keçək biz Nasdaq, S&P, Dow Jones Daxlara dünən nələr baş verdi? Yəni sürətlə yuxarı doğru istiqamətlər alındı, getdi yuxarı. Hal-hazırdakı vəziyyətdə biz təyin etdiyimiz nöqtələr ki var, burada 25.100'lərdən burada alışlardır. Nasdaqda satışlar 24.952'lərdəndir. Yəni bu yəqin sizin yadınıza gəlir. Üçbucaq vardı, üçbucaqdan çıxdı. Sonra S&P'də də Wimple vardı, itibucaq vardı, ondan çıxdı. Aşağı doğru korreksiya üçün. DAX-da da yəni eyni məsələ DAX-da da vardı. Yəni təzə çıxıb ələm itibucaqdan. Aşağı doğru istiqamətdən korreksiya edir, yəni bir müddət edəcək. Sonra Dow Jones trenddən çıxdı. Yəni uzun müddətli üçün 47.589'dan aşağı qalsa və rahat bir şəkildə 45.000'ə qədər yenilənəcək. Biz bütün əməliyyatları Telegram siqnal kanalında paylaşmışıq. Alış-satış əməliyyatlarında prosta indi sizə göstərirəm, amma əslində Telegram siqnal kanalına üzv olsaz, yəni daha dolğun məlumatlarla, açıq biz izahlarla veririk əməliyyatları. Yəni siz bundan istifadə edə bilərsiniz. Belə biz keçək baxaq görək qızıl neynədir? Yəni qızıl gəlib 65'ə oturdu mu yoxsa oturmadı mı? Sonuna gəldi deyilsə baxaq görək gəldi mi yoxsa gəlmədi mi? Deməli baxın dönüş nöqtəsindən döndü. Fikir verin. Yəni ən minimum 51.66 oldu. Yəni bunun bazarın bizim tələbələrin, təlim keçən tələbələrin 99%'i deməli 67'lərdə hətta bağlayıblar. Yəni burada dönüş nöqtəsinə görə. Ona görə də təlim keçmək şərtdir. İndi alışlar nə olacaq? Yəni ümumiyyətlə bizim sistemdə əgər satış varsa və satış olursa geri qayıt. Təbii ki bizim alış 2 qatla olur. Məsələn necə? İzah verim. Məsələn deyək ki 75'də biz 75'də yox. Məsələn deyək ki 70'də biz sel verdik. Məsələn üçün deyək. Bu yuxarı aşağı gəlmədə yuxarı getdi. Yuxarı gələndən sonra məsələn 20 dolların yuxarı getdi, təsdiq verir alış əməliyyatlarına. Alış əməliyyatlarına təsdiq verəndən sonra biz 2 qatını nə edirik burada verir. Hətta 3 qatını versə daha yaxşı olar. Yəni buradan bura qədər qalxanda məsələn 200 dollar ziyan olur. Aralarında 20 dollar fərq var. Biz 3 qatına burada veririk əməliyyatı. 0.30-la, 0.3-lə deyək. Bu da yəni 15 dollar yuxarı qalxsa 450 dollar edir. Yəni 450 dollar gəlir olur, ziyan isə olur 250 dollar da ziyan olur. Bir də nəzər çatdırım. Məsələn burada bizim satış əməliyyatlarımız var. Məsələn 0.10-dan, 0.1 lotdan deyək, sel varımızdır. Yəni qiymət də 5100 deyək ki 70'dədir. Selimiz var. Sel. Qiymət buradan getdi yuxarı, burada təsdiq verdi. Təsdiq verəndən sonra burada biz buy açırıq 0.30'la. Bunların arasında məsafə 20 dollardır. 20 dollardır. Deməli 0.1 ilə yuxarı getdi 20 dollar getdi, 200 dollar mənfi göstərir. 200 dollar mənfi göstərir. Mənfi göstərəndən sonra biz 3 lotdan buy verir. Bu 3 lotdan buy deməli 15 dollar yuxarı qalxanda 15 dollar yuxarı qalxanda deməli bu bizə verir 450 dollar gəlir verir. 450 dollar gəlir verir. Gəlir 450 dollar. 450 dollar gəlir verəndən sonra 450 dollar 3 qatına. Bu GMT taktikasıdır. Yəni GMT taktikası. Yəni Qafar müəllimin taktikasıdır. Bu 450 dollar gəlir verir. Deyə bilərsiniz ki, 200 dollar ziyanıdır, 450 dollar gəlir. Yəni gəlir deyil, yox. Mənfi 200 deyil. Mənfi bura qədər 200-dür. Yəni burada 15 dollarda qalxdı. Deməli 150 dollar da üstünə gəldi. Üstünə gəldi 150 dollar.
150 dollar da üstə gəldi. Deməli, bərabər 250 üstə gəlir 150 bərabərdir 350 dollar ziyan. 350 dollar ziyan var. Yəni satış əməliyyatları bura gedəndə 350 dollar. Biz buy verəndən sonra 3 lotla 0.3 ilə verəndə 15 dollara yuxarıda TP qoyuruq, take profit qoyuruq. TP bura qoyduq bu nöqtəyə. Stop loss'u da eyni nöqtəyə qoyuruq. Yəni qiymət şam gəlib bura çatanda, bu nöqtəyə çatanda. Şam gəlib, deməli burada buy açıb bu nöqtəyə çatan kimi take profit'i 450 dollarla, yəni 15 dollar qalxışla 450 dollarla bağlayır. Eyni zamanda selin stop loss'unu da burada bağlayır. Stop loss'unu da burada bağlayır. Hər ikisini bağlayır. Birini 450 dollar gəlirlə bağlayır, birini 350 dollar ziyanla bağlayır. Nəticədə yenə biz 100 dollar gəlirdəyik. 100 dollar gəlirdəyik. Bunu siz 0.1-dən etsəz, ümumilikdə, yəni bunu biz satışı əgər 0.01-dən eləsək, alışı 0.03-dən etsək, ümumiyyətlə gəlir 100 dollar yox, gəlir bizdə 10 dollar olacaq. Yəni 35 dollar ziyan olacaq, 45 dollar gəlir olacaq. 10 dollar gəlirlə bağlanacaq. Bu GMT taktikasıdır. Bundan bizim tələbələrimiz tez istifadə edir. Eyni zamanda biz bundan deyək ki, dünən də istifadə elədik. Hansı ki, əməliyyat əksik gedərsə, deməli biz burada qeyd etdik. Deməli burada qeyd etmişdik. Deməli 5160 burada 40 dolları baxın, deməli 40 dollara qalxışdan bizdə əgər belə deyək, satış əməliyyatlarında ziyan varsa, alışda biz elə 40 dolları dünən qalxışdan onun deyək ki, 3 qatını ya da 2 qatını gəlirdən çıxdıq bazardan. Belə uşaqlar, bu GMT taktikasıdır, bundan istifadə etməyə dəyər. Uğurlar sizə, inşallah biz keçək digər roliklərə.